Mən neçə dəfə şahid olmuşam. Ata övladı barəsində hamının yanında belə çox sərt bir sözlər deyir. Yəni elə bil ki, öz nökəri ilə davranır da. Yəni get onu gətir belə elə, nə bilim, ona buna diqqət göstərir. Övladına gələndə o qalsın kənarda bu cür. Yəni bu atalar əslində özü zavallı və özləri natamamlıqdan əziyyət çəkənlərdir də. Başqasına elə eləyə bilməz axı, o dəqiqə onun üzünə bozarar. Ona görə kimi əzim özümü belə özgüvənli görüm, gücü çatana. Bunu əzir, özünü hamının yanında belə bir kişi görür. Həqiqətən özünü bunlar bu cür təmin edirlər. Və yaxud da bu cür aciz insan gəlir, şirkətin rəhbəri olur, hamını əzir. O əzməklə içində bir dənə mən ego baş qaldırıb özünü belə qürurlu, o əzilmiş mənini dirçəltmək istəyir. Onunla dirçəldir. İndi bu uşaq gedir məktəbə, məktəbdə də müəllimlər əzirlər, sinif yoldaşları əzirlər. Artıq özü barəsində neqativ fikir formalaşdı. Eyni ətrafı barəsində də pis olur və gələcəyi barəsində də naümid olur. Artıq sən bu insanın beynini islah eləmək üçün özünü islah eləməlisən, özündən başlamalısan. Bir araşdırma da var. O deyir ki, yaxşı bu problemi necə həll eləyək? Deyir, problemi həll eləmək üçün o bağlanma teoriyası deyirlər də, attachment teori. Orada deyilir ki, uşaqlıqdan və yaxud da ki, fərq eləmir, indi böyüyüb hardansa başlamalıdır da. Bu insanın qayğı, məhəbbət, diqqətlə özü barəsində olan mənfi fikirləri aradan aparmaq olar. Yəni sən bir dənə övladını bir dənə qucaqlayırsan, onun alnından öpürsən, deyirsən ki, mən sənə inanıram, sən bacarıqlısan, səndə alınacaq. Bir dənə bu sözləri deyirsən və yaxud da deyirsən ki, bu dəfə alınmadı, sabahları alınacaq. Mən hər bir halda sənin arxandayam. Bu ona o qədər güc verir.